Hə, uşaqlar, deməli toplu 2025 ikinci hissə həndəsə bölməsinin homotekiya, oxşarlıq çevirməsi, oxşar fiqurlar bölməsinin işlənməsindən başlayırıq. Həmişəki kimi tək sayda olanları mən yazıram, cüt sayda siz. Bir üç bucağın iki bucağı var. Digərinin iki bucağına kongruentdir. Bu nə əlamətidir? Bu oxşarlıq əlamətidir iki bucağına görə. Deyir ki, S1, yəni birincinin sayısı 45-dirsə və S2 də 20-dirsə, P1 bərabər 36 olanda P2-ni tapın. Siz bilirsiniz ki, oxşar üçbucaqların, ümumiyyətlə oxşar fiqurların sahələrin nisbəti, onların xətti ölçülərin nisbətinin kvadratına bərabərdir. Yəni, S1-in S2-yə nisbəti bərabərdir K-nın kvadratına. Bu, perimetrlərin nisbəti isə xətti ölçülər nisbətinə bərabər. Onda nə nəticəyə gəlir? Sahələrin nisbəti, perimetrlərin nisbətinin kvadratına bərabər olmalıdır. Yəni, P1-in P2-yə nisbətinin kvadratı olur. Alırıq ki, 45-in 20-yə nisbəti bərabərdir 36-nın X-a nisbətinin kvadratına. Düzdürmü? 45 ilə 20, 5-ə ixtisar gedəndə 9 burada qalır, 4 burada qalır. O da bərabərdir 36 bölə X-in kvadratı. Onda 36 bölə X bərabərdir 3-ün 2-yə nisbəti. Onda alır ki, 3X bərabərdir 72, X da bərabərdir 24 mi olur? 24-ə bərabər. Deməli, P2 bərabər imiş 24. Y var. Keçir 3-cüyə. Görək, 3-cü nədir? Dörd bucaqlının böyük tərəfi 30 cm. Perimetri isə 84-dür. Bu dörd bucaqlıya oxşar və böyük tərəfi 40 olan dörd bucaqlı perimetrində. Bayaq da dediyim kimi, perimetrlər nisbəti ilə xətti ölçülərin nisbətinə, yəni həm də tərəflərin nisbətinə bərabərdir. Onda belə olur. Birincinin böyük tərəfi 30-dur. 30, ikincinin böyük tərəfi 40. Birincinin perimetri 84-dür. İkincinin perimetrində də P deyə gelir. Tapılır ikincinin perimetri. Deməli, onda nə olur? Bu 3-ün 4-ə bərabərdir 84-ün P-yədir. 3P bərabər 4 vuraq 84. P də bərabərdir 84, 28 vuraq 4. 28 də vuraq 4-ə 80, 20, 104-dür. Gör 104 var. 112 mi edilir? Hə, 32 mən səhvizəm. 112. Y var ya. Yaxşı, 5-ci nədir? Uyğun tərəfləri 14 və 18 olan iki oxşar çoxbucaqlı verilmişdir. Birinci perimetri 70 olarsa ikinci perimetri. Deməli, tərəflər nisbəti perimetrlər nisbətinə bərabərdir. Başqa sözlə, 14 bölə 18 bərabərdir 70 bölə P. Yenə bəyək çəkilir. Bunu yarıb böləndə 7-nin 9-a nisbəti bərabərdir 70 bölə P. Buradan bağır ki, P bərabərdir 90. Y var. 7-ciyə baxaq. İki oxşar üçbucağı sahələrin nisbəti 36 və 81-ə bərabərdir. İkinci üçbucağın bir tərəfi 3 olarsa, birinci üçbucağın buna uyğun tərəfini. Bilirsiniz ki, sahələr nisbəti uyğun tərəflər nisbətinin kvadratıdır. Yəni, 36-nın 81-ə nisbəti bərabərdir. İkinci tərəf deyir 3-dür. Birincisində X deyək, kvadratı. Ondan alır. X bölə 3 bərabərdir 6 bölə 9-a. X da bərabərdir. Vuranda neçə edir? 2 mi edir? 2. D var yəni. Keçək 9-cuya. 9 belə. İki oxşar çoxbucaqlının böyük tərəfləri uyğun olaraq 25 və 15-dir. Perimetrlərin cəmi də 96-dır. Kiçik olan çoxbucaqlının perimetrini alır. Kiçik olanı P ilə işarə edir. Perimetrlər nisbəti, tərəflər nisbətinə bərabərdir. 25-in 15-ə nisbəti. Kiçik tərəf P-dirsə, kiçik perimetr. Böyük olacaq 96 çıxaq P. Və indi biz bu tənasübdən kiçik P-ni tapmalı olacaq. Bunlar ixtisar gedəndə 3-də 5 bərabərdir 96 çıxaq P bölək P. 5P bərabərdir 3 vuraq 96 çıxaq 3P edir. 8P bərabərdir 3 vuraq 96
P bərabər 3 vuraq 96 bölək 8. Bu da 12. 12-ni də 3-ə vuranda 36 mı edir? A variantı. Keçirik 11-ə. On bir belədir. K bərabər 2 əmsallı homotetiyada ABC üçbucağı A1, B1, C1 üçbucağına keçir. Bu üçbucaqların uyğun olaraq BK və B1, K1 medianları üçün BK üstə gələk. B1, K1 bərabərdir 27 olarsa 27. Deyir ki, B1, K1'i tap. Biz bilirik ki, K əmsallı homotetiya K əmsallı oxşarlıq çevirməsidir. Yəni, əslində bunlar oxşar fiqurlardır. Oxşar fiqurlar olduğu üçün deməli B1, K1 bərabərdir 2 vuraq BK. Buna deyirəm X BK-ya. BK bərabər X olanda X üstə gələk 2X bərabərdir 27-dir, X bərabər 9. B1, K1-də bərabərdir 2X olduğu üçün 18 olmalı. D variantı. Keçirik 13-ə. Homotetiya yadınızdadır da deyirdik ki, tutaq ki, O nöqtəsi verilmişdir və bunun üzərində olmayan hər hansı A nöqtəsi verilmişdir. Və OA şüası üzərində OA1 nöqtəsi verilir. Əgər OA1 bərabərdir, OA1 bərabərdir K vuraq OA olarsa, A1 və A nöqtələrinə K əmsallı mərkəzdə O olan homotetiya deyil. Əgər fiqurun bütün nöqtələri O mərkəzli K əmsallı homotetiyada digər fiqura çevrilirsə, belə fiqurlara deyirik homotetik fiqura. K əmsallı homotetiya ilə K əmsallı oxşarlıq çevrilməsidir. Keçirik 13-ə. Görək 13-də nə var, nə yox. Özünüz axtarıb təkrarlaya bilərsiniz. 13. Deyir ki, iki oxşar üçbucaqdan birincinin perimetri, ikincinin perimetrindən 15 dəfə çoxdur. Birinci üçbucağın medianı, ikinci üçbucağın medianı neçə dəfə böyük olur? 15 dəfə, əlbəttə ki 15 dəfə. A variantı. Çünki perimetrlər nisbəti yalnızda saxlayın. Oxşar fiqurların perimetrləri, medianları, təm bölənləri, nə bilim canım sizə desin, tərəfləri nisbəti bu xəttdə ölçün. K, oxşarlıq əmsalı. Sahələr olanda bu K kvadratdır. Yəni, oxşarlıq əmsalı. Həcm olanda isə artıq K kubuna çevrilir. Yaxşı, 15-ə baxaq. 15-də belədir. Deyir, hündürlüklərin nisbəti H1-in H2-yə bərabərdir 1-in 3-ü olan oxşar üçbucağın S1 bölək S2 nəyə bərabərdir? 1-in 9-a C variantı. Keçək 17-yə. 17-də belə bir maraqlı bir sualdır. ABC üçbucağıdır. A, B, C. Burada MN'dir. MN. Deyir ki, MN paraleldir. MN paraleldir BC'ye. MN'in BC'ye nisbəti 5-in 7-yə olarsa, AN'in NC'ye nisbətini tap. Şöyle paralel olanda oxşar üçbucağı ayırır mı? Deməli onda MN 5K'dır, burada 7K'dır. Düzdürmü? Onda burada məsələn 5X'dir, bura 7X'dir. Ayının NC'ye verirlər. İndi bura məsələn tutaq ki 5Y''dir, bura 7Y''dir. Düzdür uşaq? Bura 7Y olanda NC neçə Y olur? 2Y. Onda A'nın NC'ye nisbəti neçədir? 5'im 2'ye. A variantı. Keçirik 19'a. Görək 19'da nə var? Hə, maraqlı sual oxşuyur. 19, siz bu sualı görürsünüz. Sınavlarımızda işləmişik bunu. Deyir ki, BC çevrəyə toxunamır.
Belə bir toxunan çəkim uşaqlar. Bu C nöqtəsidir. Sonra mərkəzi burada yazır. Sonra belə bir şey çəkir. Bir dənə belə, bunu birləşdirir. Bu B-dir. Bura D-dir. Bu C-dir, burada A. İndi deyir ki, B-a da kəsəndir. B-də 4-dür. Bax, bura 4 oldu. A deyir 12-dir. Bax, bura 12-dir. D, C 6-dır. Bunu işləmiş yerədir. Bura 6-dır. Olarsa A, C-ni tapır. A, C nəyə? Bunu işləmiş yer təzəlikcə, haradasa sınaqda düşmüşdür. Bu yaxınlarda bana sual vermişdir. Əvvəla uşaqlar, BC-nin kvadratı, toxunanın kvadratı bərabərdir. BD vuraq BA demək. O da BD 4 vuraq 16-dır. Onda BC bərabərdir 2 vuraq 4, yəni 8 elədir. Bura 8-dir. Düzdür. AC-ni tapın deyir. AC-ni nə tərəf tapalım? Bunlar da oxşar üçbucaqlardır. Bəli. Başlayla bura baxın. Buranı deyirəm, məsələn, beta bucağı. Görürsünüzmü? Elə bir siz vermişdiniz bu sualı öz zamanında xatirinizə. Görün, xatırlayırsınızmı? Bax, bu alfa bucağıdır. Və bu da alfa bucağıdır. Bu, eyni qövsə sökənməkdir. Bu, çevrə daxilinə çəkilmiş bucaq da DC-yə sökər. Bu da toxumanla kəsən arasındakı bucaqdır. Daxilində qalan qövsün dərəcə ölçüsünü yarsın. 2 dənə bucağı oxşar bərabər olduğu üçün oxşar. İndi başlayıram. 3 bucaq A, B, C oxşardır. 3 bucaq alfadan başlamışıq elə. C, B, D-yə. A, B, C, C, B, D-yə. İndi nisbətləri yazıram. A, B-nin B, C-yə nisbəti. A, C-nin C, D-yə nisbəti. AB-nin BC-yə var mı? AB 16-nın BC neçədir? 8-ə nisbəti bərabərdir. AC-nin CD də 6. Alırıq ki, AC bərabər imiş 12. Və salam. Y var ya. 20 də daxil olmaqla yazarsınız uşaqlar. Növbəti məşğələmizdə yazacağıq. İndi sınavın vaxtıdır.